İctimaiyyəti ən çox maraqlandıran suallar, ayrılan pullar hara xərcləndi, niyə bu layihə daha bahalı oldu və ən əsası bu xərclərin real faydası nə oldu? Bu suallara cavabları yoxlayan qurum Hesablama Palatasıdır. Bugün Trend Agentliyindən həmkarımla birlikdə bu və digər suallara Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla cavab axtaracaq. Vüqar müəllim, bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Ötən ay 2025-ci il dövlət büdcəsinin icrası parlamentdə müzakirə edildi. Hesablama Palatası həmin büdcəyə rəy verdi. Hesablama Palatasının əsas fəaliyyət istiqamətlərindən biri ən vacibi dövlət büdcəsinin icrasına dair rəyin hazırlanmasıdır. Rəyinizə millət vəkilləri tərəfindən büdcə müzakirələrində aktiv istinadlar da edildi və müsbət qarşılandı. Bu sayədə hansı yanaşmaların tətbiq edilməsi nəzərdə tutulur və onların əsas üstünlükləri nədir? Hər il olduğu kimi 2025-ci ilin dövlət büdcəsinin icrasına dair hesabatlar parlamentdə və onun komitə həm plenar iclaslarında geniş müzakirələr oldu. Hesablama Palatasının qanun layihəsinə və onunla birlikdə təqdim olunan hesabata təqdim etdiyi rəy millət vəkilləri tərəfindən geniş müzakirələr zamanı geniş istinadlar oldu. Əlbəttə qeyd etdiyiniz kimi Hesablama Palatasının ən vacib funksiyalarından biri dövlət büdcəsinin icrasına rəyin verilməsidir. Dövlət büdcəsinin hədəfi dövlətin funksiyalarının maliyyələşməsidir. Hesablama Palatası da bu funksiyaların nə dərəcədə reallaşmasını qiymətləndirən bir qurumdur. Hesab edirik ki, ən önəmli məsələ təqdim olunan qanun layihəsi və onunla birlikdə hesabat, büdcə sistemi haqqında qanunda müəyyən edilmiş müddətlərdə və formada və tələb olunan göstəricilər uyğun tərtib edilmişdir. 2025-ci ilin dövlət büdcəsinin icrasının bir neçə mühüm məqamı vardır. Bunun ən önəmlisi əlbəttə ki, müstəqilliyimiz tarixində ilk dəfə olaraq ən yüksək məbləğdə dövlət büdcəsi gəlirləri olmuşdur. 39,2 milyard manat. Eyni zamanda müstəqilliyimizin tarixində ilk dəfə olaraq ən yüksək icra rəqəmi, xərc rəqəmi də olmuşdur. 38,6 milyard manat. Bu rəqəmlərin içərisində qeyd etmək istərdim ki, icra xərc istiqamətinə 38,6 milyard olmasına baxmayaraq son 10 ildə ən aşağı icra faizi olmuşdur. 93,2%. Bu isə büdcənin təqribən 2,8 milyard manat vəsaitin icra edilməməsi deməkdir. Büdcənin 2,8 milyard manat vəsaitin icra edilməməsi əsas büdcənin balansına təsir edir. Yəni, defisitlə planlaşdırılmış 3 milyardlıq büdcə təqribən 580 milyon manatlıq profitlə icra olunmuşdur. Bütün büdcələrdə olduğu kimi Azərbaycan Respublikasının dövlət büdcəsində də makrofiskal çərçivə olan büdcə qaydası vardır. Bizim büdcə qaydasının iki əsas hədəfi vardır. Qeyri-neft baza kəsirinin qeyri-neft ödəyimə nisbəti bu qaydada bu tələb əməl olunmuşdur 18,6% və dövlət borcunun ümumi daxili məhsula nisbəti 20,1%. Sualınızın ikinci hissəsi ilə bağlı bildirmək istəyirəm ki, Hesablama Palatası tərəfindən büdcə müzakirələri zamanı Maliyyə Nazirliyi və digər orqanlarla hesabatda və qanun layihəsində bəzi dəyişikliklər etmişlər. 46-ya yaxın yeni tövsiyə təqdim etmişdir. Bu tövsiyələr həm qanunvericilik, həm institusional dəyişikliklərlə bağlıdır. Qeyd edim ki, beynəlxalq praktikada dövlət büdcəsinin icrasına rəy iki əsas komponent üzərindən verilir. Bunun biri maliyyə hesabatlarının konsolidasiyası üzərindən, ikincisi isə nəticə əsaslı büdcə üzərindən, yəni fəaliyyət büdcəsi üzərindən verilir. Hal-hazırda biz yalnız bu funksiyanı audit üzərindən, audit hesabatları üzərindən rəyi yalnız dövlət neft fondu üzrə veririk. Digər icmal büdcənin tərkib hissəsi olan büdcədən kənar fondlar olan Dövlət Sosial Müdafiə Fondu, İşçilikdən Sığorta Fondu və İcbari Tibbi Sığorta Fondunun üzrə büdcələrinə rəy vermə imkanlarına da malik. Qalır bir dənə orada dövlət büdcəsi. Hal-hazırda biz dövlət büdcəsinə qurumlar tərəfindən büdcənin gəlir və xərcinə dair hesabatlar əsasında və rəyin təqdim olunma dövrünə qədər keçirilmiş nəzarət tədbirləri üzərindən veririk. Lakin beynəlxalq praktikada tətbiq olunan konsolidə olmuş maliyyə hesabatları üzərindən hal-hazırda təqdim etmirik. İkinci, fəaliyyət büdcəsi ilə bağlı bilirsiniz ki, bir neçə ildir dövlət büdcəsində pilot layihələr həyata keçirilir, nəticə əsaslı büdcə. Bu bizim hədəflərdən biridir ki, növbəti dövrlərdə fəaliyyət büdcəsini bu yöndə audit keçirib rəylərini təqdim edək. Və əlbəttə ki, büdcənin təqdim edilmə dövrü və nəzarət tədbirlərinin sayı audit əsaslı
büdcə rəyinin verilməsi üçün çox böyük töhfə ola bilər. Plenar iclasda çıxışınızda büdcə vəsaitlərindən istifadə edənlərin hesabatlarında xətaların olduğu, habelə hesabatların vaxtında təqdim edilmədiyi barədə bəhs etmişsiniz. Əvvəllər çıxışlarınızda bu haqda qeydlərinizi bildirməmisiniz. Bu il ilk dəfə olaraq biz rəqəmsal həllərin köməkliyi ilə qanunvericilikdə üzərimizə düşən hesabatların təqdim edilməsini təqribən 100-dən yuxarı indikator üzrə qiymətləndirməyə çalışdıq. Və bu qiymətləndirmələr əsasında hal-hazırki dövrə qədər 70-ə yaxın quruma uyğunsuzluqlar və kənarlaşmalar barədə arayış təqdim etmişik. Onlardan onun cavablandırılmasını istəyirik. Eyni zamanda bildirmək istəyirəm ki, 2025-ci il dövlət büdcəsinin rəyi hazırlanması zamanı biz 200-dən çox təşkilatdan 2000-dən çox hesabat almışıq. Lakin önəmli olan bu hesabatların sayı deyil, önəmli olan hesabatların yetərlilik səviyyəsidir. Rəqəmsal həllərin tətbiqi bizi bir daha göstərdi ki, qurumlarda rəqəmsal alətlər natamam tətbiq edilir və peşəkar kadr qıtlığı ilə bağlı bu sahədə müəyyən problemlər var. Qeyd edim ki, plenar iclasda da bunu qeyd etdim. Hesabatların vaxtında təqdim edənlərin sayı ümumi həcmin təqribən 40% həcmindədir. Vaxtında təqdim edən. 60% qurumlar hesabatları vaxtında təqdim etməyib. Vaxtında təqdim edən qurumların özlərinin də hesabatlarına natamamlıq var, xətalara rast gəlinir. Bu isə hesabatların formal olaraq təqdim edilməsini göstərir. Bəzi hallarda formal təqdim etmək isə onun analitik dəyərini azaldır. Vüqar, dövlət satın almalarının auditi Hesablama Palatasının dövlət maliyyəsinə nəzarətin əsas bölmələrindən biridir və sizin fəaliyyətinizdə dair hesabatda da xüsusi yer tutur. Sir deyil ki, cəmiyyətdə də bu bir çox insanları düşündürən bir mövzudur. Bu dövlət satın almalarının auditində hansısa dəyişikliklər baş verirmi? Yəni, nöqsanlar aşkarlanır, qurumlara bildirilir, nəticə çıxarılırmı bu nöqsanlardan? Dövlət satın almaları dövlətin ehtiyaclarını müəyyən edən əsas maliyyə və hüquqi bir prosesdir. Həm də dövlət satın almaları dövlətin ehtiyaclarını dövlət xərcləmələri vasitəsilə həyata keçirən bir alətdir. Satın almanın keyfiyyəti həm ölkənin iqtisadi inkişafına, həm də fiskal dayanıqlığa mühüm təsir edir. Dövlət satın almalarının ümumi daxili məhsulda nisbəti və dövlət büdcə xərclərinə nisbəti mühüm indikator hesab olunur. Azərbaycan Respublikasında 2025-ci ildə 10,8 milyard manatlıq məbləğində satın alma müqaviləsi 19.000 satın alma həyata keçirilmişdir. Beynəlxalq aləmdə ümumi daxili məhsulda dövlət satın almaların payı təqribən 13-20%-dir, dövlət büdcə xərclərində payı isə 30-50%-dir. Sizə sadaladığım 2025-ci ilin göstəricilərinə əsasən dövlət satın almaların ümumi daxili məhsulda payı 2025-ci ildə 0,6% bənd artaraq 8,4% olmuşdur. Eyni zamanda cari nəzarəti həyata keçirən orqanda fəaliyyətində keyfiyyət dəyişikliyi var. Ancaq bu rəqəm iki əsas məqam xüsusilə vurğulanmalıdır ki, bir daha diqqətdən keçirilməlidir. Bunun birincisi satın almaların hesabatlılıqla bağlıdır. Sadaladığım rəqəmin içərisində dövlət müəssisələrinin öz vəsaiti hesabına həyata keçirdikləri, bu xüsusilə müşahidə şurası olan qurumların keçirdikləri satın almalar bu hesabatda öz əksini tapmır. Bu da qanuna uyğundur və Avtomobil Yolları Dövlət Agentliyinin keçirdiyi satın almalar da bu hesabatda öz əksini tapmır. Dövlət satın almalarının dövlət büdcəsində və ümumi daxili məhsullara nisbətin ikinci hesabatla bağlı əsas tənzimlənmədiyi məsələnin biri odur ki, dövlət satın almaların müqavilə məbləği göstərilir, biz deyirik. Amma müqavilə bir neçə ilə əhatə edə bilər. Əsas burada həmin müqavilə üzrə nə qədər vəsaitin xərclənməsidir. Yəni, burada xərc daha önəmli məsələ daşıyır. Qeyd edeyim ki, dövlət satın almaları haqqında qanunun yeni redaksiyası 1 yanvar 24-cü ildən qüvvədədir. Ona görə mən sizə bəzi rəqəmləri yeni qanunun qüvvədə olduğu müddətdən əvvəl və sonra da hansı dəyişikliklər baş verir. İlk olaraq deyim ki, 2023-25-ci illəri müqayisə etdikdə dövlət satın almalarına cəlb olunan məbləğ və say əhəmiyyətli artmışdı 23-cü ilə nisbətən.
Say baxımından bu 52%-dir, ümumi məbləğ baxımından 43%-dir. Bu o deməkdir ki, dövlət satın almalarının həcmi genişlənib və onun dövlət xərclərinin icrasında bu satın alma mexanizminin tətbiqi də genişlənib. Düzdür, 2025-ci ildə, 24-cü illə nisbətən sayda 3,1%lik azalma varsa da, artma məbləğ ifadəsində təqribən 9,5%-dir. Bu o nəyə göstərir? Say azalıbsa, cəlb olunan məbləğ artıbsa, bu bir satın alma məbləğinə düşən məbləğin, müqavilə məbləğinə düşən orta göstəricinin artması deməkdir. İkinci mühüm məsələ satın almaların keçirilmə müddəti ilə bağlıdır. 25-ci ildə keçirilən satın almaları iri iki yerə bölsək, birinci yarım illikdə keçirilən satın almaların həcmi təqribən 10% artıb. Bu 31-dən 41-ə gəlib. İkinci yarım illikdə isə bu 59%-dir. Nisbətən balanslıdır. Rüblə üzrə bölgüdə götürüldükdə əsas yük 3-cü və 4-cü rübə düşür. İlin son rüblərinə daha çox büdcə vəsaitlərinin xərclənməsi bu avans ödənişlərinin həcminin artmasına səbəb olur müəyyən qədər və öhdəliklərin yükünün məsuliyyətinin artmasına da gətirib çıxarır. 25-ci ildə də əvvəlki illərdə olduğu kimi rüblük bölgüdə ciddi dəyişiklik baş verməyib, müəyyən balanslaşma halları vardır. Qeyd edim ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Dünya Bankının tövsiyələri var. Orada nisbət belə götürülüb, 40-30-20-10. Bu ən ideal variantdır və buna balanslı rüblük bölgü hesab olunur. Biz hər halda bu bölgüyə tam əməl olunmasa da müəyyən qədər dəyişikliklərin bundan sonra davam etməsinin tərəfdarıyıq. Satın almaların struktur baxımından təhlilini götürəndə bilirsiniz ki, iki növ struktur baxımından satın almalar var. Müsabiqəli satın almalar, müsabiqəsiz satın almalar. 2023-25-ci illəri müqayisə edəndə görürük ki, müsabiqəli satın almaların özündə müəyyən qədər artım var. Amma rəqabətsiz hesab olunan müsabiqəsiz satın alma metodlarının özündə də artım var. Bu artım daha çoxdur. Belə ki, sabit artım müsabiqəli satın almadadırsa, müsabiqəsiz satın almanın say artımı təqribən 2 dəfədən çoxdur. Bir mənbədən satın alma forması, satın almanın bir rəqabətsiz formasıdır. Dünya ölkələrində, beynəlxalq praktikalarda onun xüsusi çəkisi ölkələrin iqtisadi modelindən asılıdır və tənzimləyici qaydalarından asılıdır. Məsələn, bizdə keçən il 9035 bir mənbədən satın alma metodu olub. Bu say etibarı ilə 7,6% azdırsa, məbləğ ifadəsində təqribən 10% həcmində 532 milyon həcmində artım deməkdir. Qeyd edim ki, araşdırmalarımız göstərir ki, bütün dünyada olduğu kimi bir mənbədən satın alma metodu mülki müqavilələrdən çox hərbi və müdafiə xarakterli sənayelərdə daha çox tətbiq edilir. MDB ölkələrində bir mənbədən satın almanın xüsusi payı 30-50%-dirsə, Avropa ölkələrindən bu təqribən 40%-ə yaxındır. Amma Avropa ölkələrində bir məsələni qeyd edim ki, Avropa Auditorlar Məhkəməsinin bir araşdırması var. Orada göstərilir ki, dövlət satın almalarında Avropa ölkələrində tək təklifli tenderlər fenomeni var. Bu fenomen nə deməkdir? Bu deməkdir, satın almalarda, tenderlərdə şərtlər elə qoyulur ki, yalnız bir təchizatçı iştirak edir və kağızda bu tenderdirsə, əslində bu elə bir mənbədir. O da bütün satın almaların təxminən 30%-dən yuxarıdır. Dövlət satın alınmalarında xüsusi vurğulamaq istədiyiniz və sizi daha çox narahat edən məqamlar nədir? Nəyi daha tez aradan qaldırmaq lazımdır? 3 əsas məqamı xüsusilə qeyd etmək istərdim indiki dövrdə. İstənilən satın almaya keçirilməmişdən qabaq onun ehtimal olan məbləği müəyyən olunur. Qalib təşkilat ehtimal olan məbləğin ən yuxarı həddi həcmində təklif verə bilər. Onun aşağı həddində də təklif verə bilər. Bizim keçən il apardığımız araşdırmaların nəticələri göstərdi ki, 20% daha çox fərqlənən satın almanın sayı 51%-dən yuxarıdır. Qeyd edim ki, MDB ölkələrində ehtimal olan məbləğdən qalib təşkilatın məbləğinin qırmızı xətti 15-25%-dir. Yəni, çox ucuz da vermək olmaz. Minimum ucuz, ümumiyyətlə ən ucuz qiymət meyarı əksər ölkələrdə problemlərdən biridir. Niyə? Ən ucuz qiymət sonda həmin layihənin başa çatmamasına,
keyfiyyətli başa çatmamasına səbəb olan amillərdən biridir. Deməli, yuxarı hədd ehtimal olan qiymətlə müəyyən olunursa, aşağı hədd də müəyyən olunmalı. Təəssüf ki, bizdə nəinki 20, 30, 40, 50, hətta 80% həcmində fərqlənən rəqəmlər var. Məsələn, keçən il təqribən bütün satın almaların 37%, 3761-də 30%-dən çox fərqlənir. Bu, müqavilələrin vaxtında icra olunmamasına səbəb ola bilər. Bu birinci əsas məqamdır, narahat edici məqam. İkinci məqam, müsabiqəsiz satın almaların payının hələ də yüksək olaraq qalmasıdır, müsabiqəli satın almalara nisbətən. Lakin apardığımız nəzarət tədbirlərində bir əsas məqamı da qeyd edim ki, adətən bir mənbədən satın almanın müqaviləsində qiymətlər açıq tender metodu ilə keçirilən müsabiqəli satın almanın qiymətindən ucuz olmur, baha olur. Lakin bəzi hallarda isə əksinə olub. Açıq tenderdən verilən qiymət bir mənbədən satın almadan verilən qiymətdən baha çıxır. Bunun özü də bir məlumalıdır, həm də bir bizim üçün sualdır, həm də bu satın almanın fəlsəfəsi də uyğun gəlmir. Nəhayət, üçüncü məqam, düzdür, bu rəqəm dinamikada 24-cü ilə nisbətən 25-ci ildə nisbətən azalmışdır. Bu, ləğv olmuş satın almaların sayı və məbləğidir. 25-ci ildə 1360 satın alma ləğv olunmuşdur. Bu, təqribən 500 milyonluq deməkdir. Əvvəlki ilə nisbətən kifayət qədər azalıb, 40%-ə qədər azalıb. Həm say, həm məbləğ baxımından azalıb. Amma azalan da əsasən böyük hissə, kütlə açıq tenderlərdir. Onların da içərisində, ləğv olunanların içərisində açıq tenderlərin predmet baxımından 30%-i tikinti sahəsidir. Kotirovka sahəsi təqribən 20 milyon manat məbləği əhatə edir. Beynəlxalq praktikada bunun ümumi satın almalarda payı 0% olur adətənlər. Bizdə bu il 7% həcmində olub. Bir də onu qeyd edim ki, biz portal vasitəsilə apardığımız araşdırmalarda müəyyən etdik ki, ləğv olunma əsasən təkliflərin şərtlər topusuna uyğun gəlməməsi ilə bağlıdır. Bir məsələni qeyd edim ki, bütün satın almalar ümumiyyətlə dövlətin ehtiyacının qarşılanması üçündür. Dövlətin ehtiyacının qarşılanmaması, satın almanın ləğv olunması, sonda həmin malların, mülklərin həmin dövr üçün alınmaması deməkdir. Biz gələcəkdə bu sahədə nəzarət tədbiri kimi analitik təhlilin keçirilməsini planlaşdırırıq ki, bilək ki, ləğv olunmuş satın almanın sonradan satın alma metodu mu dəyişib, məbləğ mi azalıbmı və ya məbləğ artıbmı, bununla bağlı qiymətləndirmə apara bilək. Müqəmməm, satın almalar mövzusunun davamı olaraq dövlət satın almalarında əsas məqsəd artıq yalnız pozuntuların aşkarlanması deyil, həm də dövlət vəsaitinin istifadəsinin səmərəliliyin qiymətləndirilməsidir. Yəni ki, bu vəsait alındı, nə dərəcədə səmərəli oldu, bundan istifadə o pula dəyərdimi? Bu suala cavab axtarmaqdır. Bu yanaşma praktikada audit prosesini necə dəyişir? Müasir dünyada dövlət satın almalarının auditində konseptual dəyişikliklər baş verir artıq. Biz də bu dəyişikliklərdən yan keçmək istəməzdik. Əvvəllər auditin əsas məqsədi qanunvericinin tələbinə nə dərəcədə əməl olunması idi və aşkarlanan pozuntuların müəyyən edilir ki, hansısa normativ hüquqi aktlara uyğundur və yaxud uyğun deyil. Yeni yanaşmada isə əsas diqqət keçirilən satın almanın dövlətə nə dərəcədə faydalı olacağını, vəsaitin nə dərəcədə səmərəli, qənaətli və nəticə yönümlü istifadəsi önəmli məsələdir. Yəni, nəticə yönümlü auditlərə üstünlük verməyə başlamışıq. Biz bu praktikanı həyata keçirmək üçün cari ildə artıq 2 audit tədbirinə başlamışıq. Bu audit tədbirlərində biz qanunvericinin tələbinə əməl olunmaqla yanaşı, satın almanın bu 2 quruma keçirdiyimiz audit obyektlərində nə dərəcədə töhfə verdiyini, faydalı olduğunu, dövlətin ehtiyacı nə dərəcədə əvvəldən nəzərdə tutulduğu formada qarşılandığı müəyyən olunur. Çünki bu bizə eyni zamanda biz audit prosesində resurslarımızı doğru düzgün bölüşdürülməsinə də sərf etməliyik. Əvvəllər biz onu hüquqi pozuntu kimi qiymətləndirdik. İndi həm də gözlənilən nəticəni nə dərəcədə qarşılayacaq kimi suallara cavab verməlidir auditörlər. 2026-cı ildə qarşıda qoyulan hədəflərdən biri də nöqsan təsnifatının yenilənməsi qeyd edilir. Bu barədə məlumat ala bilərikmi? Nöqsan təsnifatının yenilənməsi Hesablama Palatasının audit fəaliyyətinin ən mühüm tədbirlərindən biridir. Yəni, məqsədimiz audit zamanı aşkar olunan pozuntuların, təhriflərin
sistemli, vahid yanaşma ilə hesabatlarda əks etdirilməsidir, onların doğru düzgün təhlil edilməsidir. Bu audit nəticələrini müqayisəli aparmaqla biz dinamikasını izləyə biləcəyik, təkrarlanması hallarını biləcəyik, müəyyən edəcəyik daha doğrusu və bu hallarla bağlı, bu nöqsanlarla bağlı görüləcək tədbirləri daha da dəqiqləşdirə biləcəyik. Nəticə etibarında biz analitik tədbirləri genişləndirə biləcəyik bundan və keçirdiyimiz auditin keyfiyyətin artmasına da bu müəyyən qədər təsir edəcəkdir. Eyni zamanda istərdik ki, biz dövlət maliyyə nəzarət funksiyası olan digər qurumlarla nöqsan təsdifatını koordinasiya şəkildə aparaq ki, qurumlar qarşısında eyni dildə danışa bilək və qurumların intizamlı və məsuliyyətli olmasına bu özünün böyük töhfəsi olacaqdır. Vüqar müəllim, bu ilə olan hədəflərdən biri barədə danışdınız, amma gəlin biraz daha dərinə və uzağa baxaq. 2030-cu ilə qədər əsas strateji hədəfi nədir Hesablama Palatasının və bu dövrün sonunda qurumun fəaliyyətində hansı keyfiyyət dəyişikliklərinin əldə olunmasını gözləyirsiniz, proqnozlaşdırırsınız? Məlum olduğu kimi Hesablama Palatası öz fəaliyyətini strateji plan üzərindən qurur və illik və yarımillik hesabatlar vasitəsilə nəticə əsaslı büdcə hesabatlıq təcrübəsini formalaşdırmağa və onu təşviq etməyə başlamış. Keçən ilin sonunda biz 2021-25-ci illəri əhatə edən strateji planın icrasını yekunlaşdırdıq. Yeni strateji plan peşəkar alətlərdən istifadə edərək 2026-30-cu illəri əhatə edən yeni strateji plan müəyyən etdik. Biz yeni strateji planı müəyyən etməkdə məqsədimiz əvvəlki illərdə əldə olunmuş nailiyyətlər, görülmüş işlər, eyni zamanda görülməmiş işlər, bizi fəaliyyətimizə dair aparılan həmkar qiymətləndirmələrin nəticələri, SWOT analizlər, cari vəziyyətlə bağlı apardığımız təhlillər, müasir dünyada əsas çağırışlar və maraqlı tərəflərin maraqları üzərindən bir yeni strateji plan qurmağa çalışmışıq. Məqsədimiz də bu özümüzdə olan və dövlət maliyyəsində olan problemləri həll etməkdir, əlimizdə olan nailiyyətləri qorumaqdır, gücləndirməkdir. Yeni strateji planın iki əsas hədəfi var. Bu, yüksək keyfiyyətli dövlət auditini həyata keçirməklə dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşməsinə dəstək olmaqdır. İkincisi isə dövlət sektorundakı xidmətlərin keyfiyyətli və səmərəli olmasına töhfə verməkdir. Hansı əsas hədəflərimiz var? Bu məqsədlərə, adını çəkdiyim məqsədlərə nail olmaq üçün biz dövlət auditində əhatə dairəsini icmal büdcə baxımından artırmaq planlaşdırırıq. Audit əsaslı rəylərin tərtib edilməsini, genişləndirilməsini istəyirik. Orta müddətli xərclər çərçivəsinin auditinə başlamaq istəyirik. Dövlət auditinin rəqəmsallaşması, o cümlədən informasiya sistemlərinə inteqrasiya vasitəsilə süni intellekt və data əsaslı qərar vermənin tətbiqini, beynəlxalq audit standartlarının genişləndirilməsini, maraqlı tərəflərə, o cümlədən beynəlxalq təşkilatlar və xarici dövlətlərin ali audit orqanlarla əməkdaşlığın genişləndirilməsi bizim əsas hədəflərimizdən biridir. Bu hədəfləri reallaşdırmaq üçün biz strateji planın həm də hər dövr üçün əməliyyat planlarını müəyyən etmişik. 2026-cı ilin birinci yarım illiyi üçün nəzərdə tutulmuş tədbirlərin təqribən 91%-ni icra etmişik. Dövlət auditinin rəqəmsallaşdırılması audit prosesində hansı keyfiyyət dəyişikliklərinə səbəb olacaq və bu istiqamətdə yeni qurulan sistem tam istifadəyə verildikdən sonra hansı yeni imkanlar yaranacaq? Dövlət maliyyəsinin idarə edilməsi və dövlət maliyyə nəzarətinin təkmilləşməsi, bu sahədə ciddi qanunvericilik və institusional dəyişikliklər edilməsi ilə bağlı cənab Prezident tərəfindən dövlət orqanlarına tapşırıqlar vermişdir. Hesablama Palatası da bu tapşırıqların icrasında üzərində məsuliyyətin bir qədər artırmaq üçün yeni vəzifələri müəyyən etmişdir. Bilirsiniz ki, cari ildə rəqəmsal inkişaf üzrə fəaliyyət planı təsdiq edilmişdir. Bu fəaliyyət proqramında bir çox hədəflər müəyyən edilmişdir. Əsas hədəflər Azərbaycan Respublikasında rəqəmsallaşma, süni intellekt, elektron hökumət sahələri prioritetlərini müəyyənləşdirməkdir. İnnovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi üçün məqsədi ilə rəqəmsal şura yaradılmışdır. Şuraya rəhbərliyi birinci vitse-prezidentin təyin edilməsi bu məsələyə ali rəhbərlik tərəfindən verilən yüksək diqqətdir. Hesab edirik ki, rəqəmsal şura qarşısında qoyulan hədəflərin
icrası tam həyata keçiriləcəkdir. Tapşırıqların icrası üçün müxtəlif fəaliyyət planlarının keçirməsinə başlamışıq. Ən vacib olan birini siz qeyd etdiyimiz ki, dövlət auditunun rəqəmsallaşmasıdır. Bu istiqamətdə biz qurulan informasiya sistemləri dövlət sektorunda olan təşkilatlardan hesabatların alınması yolu ilə vahid platforma təşkil edərək onların operativ emalını təmin etməyə çalışacağıq. Keçən dövr ərzində müəyyən qədər işlər görülmüşdür. Əsas gördüyümüz işlər texnoloji platformanın yaradılmasıdır. Özümüzün informasiya sistemini hökumət buluduna yerləşdirmişik. Hesabat və məlumatların da sistem vasitəsilə əldə olunmasına çalışırıq. Sistem tam istifadəyə verildikdən sonra isə biz artıq illik iş planlarının hazırlanmasına, auditin hazırlıq və planlaşma mərhələsinə tam elektron şəkildə həyata keçirəcəyik. Riskləri avtomatik qiymətləndirilməsini həyata keçirəcək müxtəlif ssenarilər üzrə. Bu isə bizə mövcud resurslarımızın doğru bölüşdürülməsinə və insan amilindən əmələ gələn risklərin azalmasını təmin edəcəkdir. Eyni zamanda bayaq qeyd etdiyim kimi digər dövlət informasiya sistemlərinin inteqrasiyada bizdə məlumatlara operativ çıxış imkanı yaradacaqdır ki, bu da audit nəticələrinin çevik əldə olunmasına köməklik göstərəcəkdir. Növbəti illərdə biz müvafiq informasiya sisteminin funksiyalını daha da artıraraq, genişləndirərək süni intellekt texnologiyanın tətbiqində nəzərdə tuturuq. Vüqar müəllim, süni intellektə toxundunuz, amma xahiş edirəm bir qədər daha detallı məlumat verərdiniz mümkünsə. Audit prosesində süni intellektdən istifadə nə dərəcədə mümkündür? Böyük məlumat bazasının analizi və risk əsaslı rəqəmsal monitorinq alətlərindən istifadənin tətbiqi gündəmdədirmi? Bəli, qeyd edim ki, bütün auditin, dövlət auditin keyfiyyətinin artırılması üçün, qərarların daha etibarlı məlumatlara əsaslanması üçün və dövlət vəsaitlərinin idarə edilməsində süni intellekt hesab edirik ki, səmərəliliyin artmasına xidmət edəcək. Hazırda vaxt aparan bir çox proseslər var ki, onun elektron şəkildə həyata keçirilməsi bizə auditorlara peşəkar mühakiməyə fokuslanmağa daha çox imkan verəcək. Bildirim ki, ümumiyyətlə audit prosesində süni intellekt, böyük verilənlərin analizi və risk əsaslı rəqəmsal monitorinq alətlərinin tətbiqi prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir. Hazırda Hesablama Palatası tərəfindən bu istiqamətdə ardıcıl işlər həyata keçirilir. Növbəti illərdə müvafiq informasiya portfelinin platformasının funksiyonalını daha da genişləndirməyi və süni intellekt texnologiyasının tətbiqini genişləndirməyə nəzərdə tuturuq. Bu prosesdə xüsusi ehtiyatla yanaşdığımız məsələ əlbəttə ki, bu sahədə kiber təhlükəsizlik çağırışlarının diqqətdə saxlanılmasıdır. Dövlət auditinin nəticələrinin ictimaiyyətə açıqlanması və şəffaflığın artırılması istiqamətində hansı addımlar atılır və audit olunan qurumların buna münasibəti necədir? Hesablama Palatasının 2024-26-cı illəri əhatə edən bir kommunikasiya strategiyası var. Strategiya 5 smart məqsəddən ibarətdir. Strategiyanın qüvvədə olduğu 2 il üzərində bu 5 smart məqsədin hər birinə demək olar ki, nail olmaqdayıq. Xüsusilə ikisini qeyd edim. Büdcələrə rəylər üzrə açıqlanan məlumatların illik əsasda 15% artırılması, kənar dövlət maliyyə nəzarət tədbirlərinin portfelinin açıqlanmasının isə hər il 3% artırılması üzrə illik planla hədəflər var. Biz artıq audit portfelimizin 70%-dən çox ictimaiyyətə açıqlamışıq müxtəlif formalarda. Həm jurnal formasında, həm sayt vasitəsilə, həm çıxışlar, müsahibələr vasitəsilə ictimaiyyətə açıqlamağa çalışmışıq. Təşkilatların auditin nəticələrinin mediada səslənməsi münasibətə gəldikdə bildirmək istəyirəm ki, biz audit nəticələrinin açıqlanması nöqsanlara yol verilməməsi, təkrarlanmaması kimi dəstəkləyən preventiv mexanizm kimi onu qiymətləndiririk. Vüqar müəllim, az əvvəl danışanda büdcədən kənar fondlara toxundunuz. Ölkəmizdə büdcədən kənar fondlar əsasən sosial sahələrə əhatə edir. Bu fondların idarə olunması ilə bağlı hansı məqamlar önə çıxartmaq olar? Bizim ölkəmizdə icmal büdcənin tərkib hissəsi olan sosial əhəmiyyət daşıyan 3 büdcədən kənar fond var. İcbari tibbi sığorta fondu, dövlət sosial müdafiə fondu və işsizlikdən sığorta fondu. Dünya təcrübəsində onların müxtəlif formaları var. Birləşmiş formada var, ayrı-ayrı fəaliyyət göstərən formaları var. Bu ən çox dövlətin siyasətidir və sosial siyasətə yanaşmadan asılıdır. Bizim üçün Hesablama Palatası olaraq onun
müstəqil yaxud hansısa bir formada fəaliyyət göstərməsindən daha çox onun hesabatlığıdır, uçotun düzgün müəyyən olunmasıdır və xərclərinin dəqiq çəkilmiş sərhədlər çərçivəsində olmasıdır. Məsələn, icbari tibbi sığortanın fondunun son dövrlər maliyyə hesabatlarına rast gəlinməmişdir. Adi sürəylə keçmiş maliyyə hesabatlarına rast gəlinməmişdir. Lakin bu baxımdan Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun hər il bizə auditdən keçmiş maliyyə hesabatlarını təqdim edir. Bəli, ola bilər ki, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun gəlir və xərci ilə bağlı hansısa məqamlarla razılaşmayaq, amma bu fondların rəqəmlərin arxasında müəyyən öhdəliklər dayanır. Maliyyə hesabatlarında bu öhdəliklərin göstərilməsi mühüm şərt. Bu fondlara yığılan vəsaitlər də vətəndaşların adəti sahələrdə hüquqların icrası üçün nəzərdə tutulur. Ona görə də bu fondların dayanıqlığı və hesabatlığın gücləndirilməsi bizim üçün çox vacib bir amildir. Hal-hazırda biz Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun qanunvericiliyində bəzi dəyişikliklərlə bağlı aidiyyatı icra hökuməti orqanlarıyla müzakirələr aparırıq. Fikrinizcə, auditin müasir dövrdə yeni missiyası nədir? Müasir auditin müasir dövrdə əsas missiyası hesab edirik ki, onun strateji tərəfdaş olmasıdır. Yəni, dövlət idarə etməsində strateji qərarların verilməsinə dəstək verən bir institut olmalıdır, ali audit orqanı. Audit institutu böyük bir transformasiya yolu keçib. Yəni, səhv axtaran qurumdan dövlət idarə etməsini yaxşılaşdıran institut kimi belə bir böyük bir mərhələ keçib. Əlbəttə ki, müasir dövrdə onun ən vacib trendi rəqəmsal auditdir ki, onun barəsində kifayət qədər danışdıq. İkinci vacib məsələ dayanıqlı inkişaf məqsədlərinə, iqlim maliyyəsinə çəkilən xərclərin auditidir. Bu xüsusilə performans auditi vasitəsilə edilir. Hesablama Palatası bununla bağlı müəyyən təcrübələrə malikdir. Bu sahədə müəyyən audit tədbirləri aparılıb. Eyni zamanda informasiya sistemlərinin auditi. Rəqəmsallaşma ixtiyari bir seçim deyil. Bilirsiniz, institusional bir zərurət halına gəlib. Növbəti dövrlərdə biz informasiya sistemlərinin auditində aparmağı nəzərdə tuturuq. Və strateji idarə etməyə dəstək verilməsi. Bayaq qeyd etdiyim kimi, Hesablama Palatası strateji plan üzərində öz fəaliyyətini qurur və bunun təşviq edir. Digər qurumlara da bunun həyata keçirməsinə köməklik edir. Bu, ümumiyyətlə, özündə dövlət sektorunda strateji təfəkkürün formalaşmasına xidmət edir. Və nəhayət sonuncu tərəfdaş ölkələrlə paralel auditlərin aparılması, bu, həm bizim auditorların, həm bizlə tərəfdaş olan ölkələrin auditorlarının eyni bir mövzu üzrə müxtəlif ölkələrdə aparılan auditin nəticələrini müqayisə etməyə, öyrənməyə, faydalanmağa töhfə verir. Məsələn, keçən il biz Türkiyə və Qazaxıstan həmkarlarımızla paralel audit aparmışıq. Cari ildə biz Özbəkistan və Pakistan ali audit orqanlarıyla paralel auditlər aparırıq. Vurğan müəllim, həmkarımın sualına cavab olaraq bildirdiniz. Mən bu ilin 6 ayı ilə bağlı sizin rəyinizi almaq istəyirəm. Fəaliyyətiniz nədən ibarət olub, nəticələr nədir? Cari ilin 6 ayında biz 33 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar vermişik. Onun 8-i ilə bağlı kollegiya qərarı vardır. Nəzarət tədbirləri dövlət maliyyəsi müxtəlif sahələrini əhatə edir. Əsasən təhsil, dövlət investisiyaları və dövlət aparatı maliyyəsi ilə bağlı sahələrə daha çox fokuslaşmışıq. Həmişə olduğu kimi uyğunluq auditindən daha çox istifadə etmişik. Lakin bir məsələni qeyd edim ki, 2026-cı ilin ilk 6 ayında biz artıq 8 performans auditinin başlanması ilə bağlı qərar vermişik. Yəni, əvvəlki illərdə 1 il ərzində 6 performans auditi həyata keçirirdiksə, bu il artıq yarım illikdə 8 nəzarət tədbirinin başlanması ilə bağlı qərar vermişik. Bu, əsasən hansı sahələrdir? Kənd təsərrüfatında aqrar sığorta fəaliyyəti ilə bağlıdır. Qida təhlükəsizliyi sahəsində dövlət proqramının nəticəliyi ilə bağlıdır. Ali təhsil sistemində ikili diplom rəqabətliyin artırılması ilə bağlı fəaliyyətdir və bəzi təhsil müəssisələrində fəaliyyətlə bağlı nəzarət tədbirləridir və qeyd etdiyim kimi satın almaların effektivliyi ilə bağlı 2 nəzarət tədbiri də bu siyahıya daxildir. Təqribən başa çatmış nəzarət tədbirlərində 160 milyondan çox maliyyə pozuntusu müəyyən etmişik. Onun 49,8 milyonu büdcəyə dəymiş ziyandır. 35 milyonunla bağlı qurumlara tədbir
bərpa ilə bağlı qərar göndərmişik. Təqribən 14 milyonu ilə bağlı isə hüquq mühafizə orqanına materiallar göndərmişik. 20,5 milyonluq isə maliyyə təhrifləridir. Təxminən 30 milyona yaxın pozuntular isə səmərəli ağıtını əhatə edir. Vüqar müəllim, adətən dünyada auditorlar daha çox yazırlar və hesabat verirlər, nəinki danışırlar və müsahibə verirlər və mən ona görə sizə təşəkkür edirəm ki, siz vaxt tapdınız və bizim suallarımızı cavablandırdınız. Sizə fəaliyyətinizə həm öz adımdan, həm də həmkarımın adından uğurlar arzulayıram. Hər ikinizə minnətdarlığımı bildirirəm. Çox sağ olun.